Hər vaxtınız xeyirli olsun. Bir dəfə hazırlayandan sonra tez-tez etmək istəyəcəyiniz ən ideal toyuq kotleti resepti ilə qarşınızdayım. 500 qram toyuq filesini ət maşından keçirirəm və üzərinə 1 ədəd kartof, 1 ədəd soğan, 2 diş sarımsağı təmizlədim, yudum doğradım, ət maşından keçirirəm və qarışımı süzgəcdən keçirirəm ki, ətlər birlikdə kotleti yoğuranda mənim üçün çətinlik yaratmasın. Və qarışımı ətin üzərinə əlavə edirəm. 2 yemək qaşığı suxari əlavə etdim. Qara toz biber, paprika, duz əlavə edirəm. Və üzərinə 1 ədəd yumurta, doğradığım kişnişi əlavə edirəm. Və qarışımı hazırladıktan sonra 2 saatlıq soyuducuya qoyuram. 2 saat soyuducuda qaldıqdan sonra kotleti hazırlaya bilərəm. Mən öncəliklə qeyd edim ki, duru yağı əlimi buladım və kotlet formasına salıram və unun içərisinə qoyuram və unladıqdan sonra artıq qızarda bilərəm. Yəni bu üsulla çox ləzzətli, çox yumşaq, gözəl bir kotletlər alınır. Siz də hazırlayın. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Başlayıram kotletlərin hər birini bu üsulla tavaya düzürəm və hər iki tərəfini yaxşı qızardıram. Mən kotletləri kartof püresi ilə servis etdim. İstəsəniz kartof qızartması ilə servis edə bilərsiniz və ya plovla da servis etmək. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Kanala abunə olmağı, videoları izləyib bəyənməyi unutmayın. Değer verib izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bildirimləri daim açıq qoyun ki, yeni gələn videolardan hər biriniz xəbərdar ola bilərsiniz. Sağ olun.